Bugünkü dərsimiz olacaq elektromaqnet induksiya hadisəsi. Elektromaqnet induksiya hadisəsi. Elektromaqnet induksiya hadisəsi bölmənin adıdır. Bizim birinci mövzumuzun adı isə maqnit selidir. Maqnit seli. Maqnit seli nədir? Müəyyən səthlə hüdudlanmış konturda keçən maqnit seli necə tapılır? Əvvəlcə biz konturun normalını bilməliyik ki, bu nədir? Konturun normalı kontura perpendikulyar çəkilmiş düz xəttə deyirlər. Konturdan yuxarıya doğru qaldırılmış perpendikulyara səthin normal deyirlər. Səthin sahəsi də S olsun və maqnit induksiya vektoru B olsun. Maqnit induksiya vektoru ilə səthin normalı arasında qalan bucaq alfa bucağı olsun. Belə halda maqnit induksiya seli fi hərfi ilə işarə olunur və aşağıdakı düsturla hesablanır. Fi bərabərdir Bs kosinus alfa. Bax, bu maqnit induksiya selinin düsturudur. Maqnit seli müəyyən bir səthdə maqnit sahəsinin, maqnit qüvvə xətlərinin sayını xarakterizdir. Yəni, nə qədər maqnit sahəsi o sahədə, həmin o nöqtədə nə qədər çoxdur, nə qədər azdır, onu bildirir. Maqnit seli nə zaman maksimum olar? Təbii ki, bu riyazi ifadədən bilməliyik ki, alfa bucağı 0 dərəcə olarsa, yəni B vektoru ilə M bir-birinə paralel olarsa, onda kosinus 0 dərəcədə 1 aldığına görə maqnit induksiya seli maksimum olacaq. Yəni, B vektoru səthə perpendikulyar olarsa, yazıram ki, B vektoru səthə və ya kontura. Buna səthə deyirlər, konturda deyirlər. Səthə perpendikulyar olarsa, maqnit seli maksimal olur. Və bu düsturla hesablanır. Fi bərabər olacaq B vurulsun S. Bax, bu şəkildə. Orada perpendiküler oldu ya paralel sıfır değil. İndi onu tam aydınlıq gətirəcəm, şəkil çəkəcəm. Bax, bu səthdir, düzdür? Səthin özünün normalı zaten səthə perpendikulyar olana deyirik. Səthdən düz qaldırılmışa perpendikulyar deyirik. B vektoru ilə də bunun əmələ gətirdiyi bucaq 0 dərəcə olmalıdır ki, biz axı alfa bucağını B ilə əmələ gətirdiyini götürmüşük. Bax, belə olanda bunların ikisinin arasındakı bucaq 0 dərəcə olur. 0 dərəcə olanda onda B vektoru səthə perpendikulyar olmuş olur da. Yəni, səthlə əmələ gətirdiyi bucaq 90 dərəcə olur. Mən perpendikulyarı ona görə deyirəm ki, bu cümlələr sizə tanışdır da. Lorenzdə perpendikulyar olanda maksimum olurdu. Amperdə perpendikulyar yönələndə maksimum olurdu. Sırf bu sözdən xilas olmamaq üçün mən bunu deyirəm. Yəni, əslində normala paraleldir. Səthə perpendikulyardır. Yəni, səthlə əmələ gətirdiyi bucaq 90 dərəcədir. Amma normalla əmələ gətirdiyi bucaqdır bizim düsturda. Belə bir şəkil görsəniz, maqnit induksiya vektoru maksimum olacaqdır. Şəkil belədir. İndi biz burada maqnit selinin vahidini yaza bilərik. Maqnit selinin vahidi. Maqnit selinin vahidi B-nin vahidi Tesla idi.
Sahənin vahidi isə nədir? Metr kvadrat. Tesla vurulsun metr kvadrat. Bu da eləyir Weber. Yəni maqnit selinin vahidi 1 Weberdir. Weber. Maqnit seli skalyar kəmiyyətdir. Maqnit seli skalyar kəmiyyətdir. Yəni bunun istiqaməti yoxdur. İndi biz bu kontur dediyimiz şey dairəvi şəkildə ola bilər. Sonra kvadrat şəkilli ola bilər. Hər birinə aid bir nümunə göstərir. Yazıram ki, kontur dairə şəkilli olsa, onda konturun sahəsi dairənin sahəsi düsturundan tapılır. Pi r kvadrat olur və yaxud pi d kvadratı böl 4. Aparıb yerinə yazanda onda düstur belə olur. Maqnit indüksiya selinin düsturu belə olur. Fi bərabər olur. B vurulsun pi r kvadratı və yaxud B vurulsun pi d kvadratı bölünmüş 4. Və burada görürük ki, fi r'dən d'dən kvadratik asılıdır. S ilə B ilə isə düz asılıdır. S ilə və yaxud B ilə isə gördüyünüz kimi düz mütənasib asılıdır. Bu perpendikulyar olanda belə. Perpendikulyar olanda bu şəkildə hesablanır. Onu qeyd elədik. İndi maqnit indüksiya seli nə zaman sıfır olacaq? Bunu sizə demək istəyirəm. Bunun üçün B vektoru səthə paralel olarsa, B vektoru səthə paralel olmaq alfa bucağının 90 dərəcə olmağı deməkdir. Yəni normalla əmələ gətirdiyi bucağın 90 olmağı deməkdir. Kosinus 90-da da 0 aldığına görə onda maqnit indüksiya seli 0 olur. Paralel ona görə deyirəm ki, Lorenzdə də paralel söz olanda 0 idi, Amperdə də paralel söz olanda 0 idi. Bax, bu səthdir. Bu səthin normalıdır. Bu səthin normalıdır. Və B vektorunu çəkib göstərirəm sana. Bax, bu da B vektorudur. Gördüyünüz kimi səthə paraleldir. Ya səthin üstündən keçir, ya da səthin altından keçir. Və bu bucağı da görəsiniz ki, bu alfa bucağı hal-hazırda 90-dır. Yəni normalla əmələ gətirdi bucaq 90-dır. Ona görə də belə olanda 0 olur. Paralel sözü görsəniz, maqnit selinin istənilən kəmiyyətdən asılılığı 0-ın üzərində olacaq. Yəni qrafik bu formada olacaq. Və bu şəkildə. Bunlar maqnit selinə aid olan hissələrdir. İndi mən sizə cəryanın maqnit selindən danışacağım. Üzr istəyirəm, sarğacın maqnit selindən danışacağım. Yazıram ki, sarğacın maqnit seli. Sarğacın maqnit seli. Sarğac dolaqlardan ibarət məftildir. Bu dolaqlardır. Bu sarğac buradan cəryan axır, tutaq ki. Buradan i cəryanı axdığım zaman bunun induktivliyi L-dir. Burada bir maqnit seli yaranır.
Həmin maqnit seli bu düsturla hesablanır. Fi bərabər olacaqdır eli. Fi bərabər olacaqdır eli. Və burada görürük ki, maqnit seli yazdığımız düstura əsasən sarğacdan keçən cəryan şiddəti ilə düz asıdır. Və bu şəkildə. Burada sizə tanış olmayan kəmiyyət eldir. Elin adı maqnit induktivliyidir və ya sadəcə induktivlik deyirlər. İnduktivlik. Biz buradan induktivliyi tapa bilərik. Olacaq fi bölünsün i. Və induktivliyin vahidi olacaq Weber bölünsün amper və ya buna Henry deyirlər. İnduktivliyin vahidi Henry'dir şagirdlər. Henry. Belə. İnduktivlik bu maqnit selində olduğu kimi. Bu arada deyək ki, induktivlik də skalyar kəmiyyətdir. Necə ki K bərabər F bölü X-dir, orada K F-dən asılı deyildi. Necə ki S bərabər Q bölü U idi, orada S Q-dən U-dan asılı deyildi. Necə ki R bərabər U bölü I idi, R orada U-dan I-dən asılı deyildi. Burada da induktivlikdə də sarğacın induktivliyi sarğacdan keçən cəryan şiddətindən və sarğacdan keçən maqnit selindən asılı deyil. Bu formada. Bəs nədən asılıdır? Asılı olduğu düstur belədir. Yazıram, induktivliyin asılı olduğu düstur. Deməli, bu düsturu əzbərləmirsiniz. İndi bu düstura nələrə diqqət yetirməlisiniz, onu deyəcəm sizə. Deməli, L bərabərdir. Mü 0 n kvadratı. Mü burada maqnit nüfuzluqdur. Mü 0 maqnit sabitidir. S bölünsün L'dir. Yəni, bu dolaqların sayından, maqnit nüfuzluğundan ki, əvvəlki dərslər keçmişik, sahədən, bir də uzunluqdan. Burada əsas fikir verəcəyiniz şey maqnit nüfuzluğundan necə asılıdır? Maqnit induktivliyi maqnit nüfuzluğundan düz asılıdır gördüyünüz kimi. Yəni L bərabərdir mü L0. Bu mü'nün adını bir daha yadımıza salaq. Maqnit nüfuzluğu. Maqnit nüfuzluğu. Bu ferromaqnitlə bu maqnit nüfuzluğu çox-çox böyük olurdu. İndi mən sizə belə bir nümunə göstərəcəm. Mütləq bu nümunəyə baxın. Burada içliksiz sarğac var. İçi boş sarğac var. Bax, bunun maqnit induktivliyi sıfırdır. Burada isə həmin içlik, həmin sarğaca ferromaqnit maddə daxil edirik. Ferromaqnit maddə odur ki, yəni bunun maqnit nüfuzluğu çox-çox böyükdür. Birdən böyükdür. Belə bir yazıram ki, ferromaqnit içlik daxil edirik. Onda bunun maqnit induktivliyi mü dəfə artacaq. Olacaq mü L0. Əgər burada maqnit induksiyası B0 idisə, içlik daxil edəndən sonra mü dəfə artacaq. Olacaq mü B0. Əgər bunun maqnit induksiya seli W0 idisə, fi 0 isə olacaq mü fi 0. Bunun maqnit sahəsinin enerjisi W0 idisə, ferromaqnit içlik daxil edəndən sonra olacaq mü vurulsun W maqnit 0. Bax, bunlar hamısı artacaq. Ona görə yazıram ki, içlik daxil eləyəndə bu kəmiyyətlərin qiyməti artacaq. Çıxardanda da analoji qayda ilə azalacaq. Bu belə. İndi dərsimizin başlığı olan elektromaqnit induksiya hadisəsini keçək və elektromaqnit induksiya qanunundan danışacağıq sizə.
Əvvəlcə hadisədən danışaq. Elektromaqnit, elektromaqnit induksiya hadisəsi. Elektromaqnit induksiya hadisəsi nədir? Qapalı keçirici konturdan keçən maqnit seli dəyişən zaman konturda cərəyanın yaranması hadisəsi adlanır elektromaqnit induksiya hadisəsi. Bunun tərifini yazmaq istəyirəm. Tərif belədir. Çünki bunun PDF-ini atacağım axırda sizə. Yazıram ki, qapalı keçirici. Qapalı nədir? Qapalı budur ki, yəni açıq olmamalıdır. Keçirici odur ki, yəni bu naqil olmalıdır. Yəni elektrik cərəyanını keçirən maddə olmalıdır. Nəysə, biz davam edək. Deməli, yazıram ki, qapalı keçirici konturdan keçən maqnit seli dəyişən zaman bu konturda cərəyanın yaranma hadisəsidir elektromaqnit induksiya hadisəsi. İndi mən birazdan bir-iki simulyator göstərəcəm. Orada başa düşəcəksiniz. Baxın. Burada bir sarğac var. Bir də cəryanın olub-olmadığını müəyyən edən həssas qalvanometr var. Hal-hazırda qalvanometrin əqrəbi 0-ı göstərir. Çünki dövrədə cəryan yoxdur. Biz bu qalvanometrə belə bir maqnit yaxınlaşdırdıqda maqnitin qütblərinin yeri fərqli ola bilər, fərq eləməz. Maqniti yaxınlaşdırdıqda onda bu qalvanometrin əqrəbi 0-dan fərqli qiymət göstərir. Məsəl üçün 5 milliamper göstərir. Sonra da orada cəryan yaranır. Yəni biz bura daxil eləməklə induksiya cəryanını artırmış oluruq. Üzr istəyirəm. Belə bu maqniti daxil eləməklə maqnit selini artırmış oluruq. Yəni dəyişmiş oluruq. İndi yenə belə bir konturdur. Bu dəfə biz maqniti buradan uzaqlaşdıraq. Maqniti buradan uzaqlaşdıraq. Həmən maqnitidir. Bu dəfə bunu buradan uzaqlaşdırdıq. Bu zaman yenə cəryan yaranacaq. Bu dəfə sağa doğru deyək ki, qalvanometr göstərəcək. Yəni cəryanın istiqaməti dəyişəcək. Cəryanın istiqamətinin dəyişməsini lens qaydasında izah eləyəcəm sizə. Hələlik siz bilin ki, konturu maqnitə yaxınlaşdırdıqda və ya uzaqlaşdırdıqda maqnit seli dəyişdiyinə görə konturda cəryan yaranır. Bu cəryanın adı adlanır induksiya cəryanı. Çünki ona görə yaranır ki, maqnit seli dəyişir. Bunu Faraday kəşf edib ilk dəfə. Ona görə də Faradayin elektromaqnit induksiya hadisəsi adlanır. İndi mən bunu sizə bir simulyatorla göstərəcəm. Baxın, maqniti buraya yaxınlaşdırdığımız zaman bax, lampa parıldayır. Maqniti burada sabit saxladığımız zaman lampada cəryan yoxdur deyə yaranmır. Burada da bax, maqniti buradan çıxardanda da cəryan yaranır, görürsünüzmü? Daxil eləyəndə də cəryan yaranır. Fikir verin, daxil eləyəndə sol tərəfə yaranacaq cəryan, çıxardanda sağ tərəfə. Yəni bu maqnitin qütblərini dəyişdirdiyimiz zaman da cəryanın istiqaməti nə etmiş olacaq? Dəyişmiş olacaq. Bunu lens qaydasından deyəcəyik onsuz da. Hələlik sizə bilin ki, deməli, maqniti sarğaca yaxınlaşdırdıqda və ya uzaqlaşdırdıqda orada induksiya cəryanı yanır. Baxın,
Mən bunu ehmalca yaxınlaşdırıram. Ehmalca, yəni bərabər sürətlə. Lampanın parlaqlığına fikir versəz, o da mənim yaxınlaşdırdığım sürətlə parıldayır. Amma, amma mən maqniti sürətlə yaxınlaşdırdıqda və ya sürətlə çıxartdıqda gördüyünüz kimi burada induksiya cəryanı daha çox olur. Bu da məsəl üçün bir sarğıdan ibarətdir. Bu iki sarğıdan ibarət olan yerdə də bunu biz müşahidə edə bilərik. Aydın oldu mu? Bax bu şəkildə. Baxın burada dolaqların sayı daha çoxdur deyə lampanın parlaqlığı daha çox yanır. Burada dolaqların sayı azdır deyə sürətlə daxil etsəm də daha az parlaqlıq yanır. Yəni sarğıların sayı çoxaldıqca maqnit seli də çoxalır deyənə burada induksiya cəryanı daha çox olmuş olur. İndi isə keçək dərsimizin yenə nəzəri hissəsi ilə davam edək. Deməli, konturda cəryanın yaranması üçün aşağıdakı hallar olmalıdır ki, konturda induksiya cəryanı yaransın. Mən bu halları sizə bir-bir izah eləyəcəm. Deməli, yazıram ki, aşağıdakı hallarda induksiya cəryanı yaranar. İnduksiya cəryanı və ya induksiya hadisəsi baş verər. İnduksiya cəryanı yaranar. Əvvəla ümumiyyətlə induksiya cəryanı yaranması üçün maqnit seli dəyişməlidir. Mütləq şəkildə delta fi olmalıdır. Yəni maqnit seli dəyişməsi sıfırdan fərqli olmalıdır. Maqnit seli arta bilər, maqnit seli azala bilər. Amma bu hallarda induksiya cəryanı yaranır. Birinci hal. Yazıram ki, magniti kontura yaxınlaşdırdıqda və bunun şəklini çəkmək istəyirəm mütləq şəkildə. Baxın, bu konturdur, bu da maqnitdir. Burada N, burada S. Bunu bura doğru yaxınlaşdırırıq. Onda bu konturda induksiya cəryanı yaranacaq. İnduksiya cəryanı yaranacaq və induksiya cəryanı burada saat əqrəbi istiqamətində olacaq. Saat əqrəbinin daha doğrusu əksi istiqamətində yaranacaq bu formada. Bunu yenə Lenz qaydasında deyəcəm. Bu konturu maqnitə yaxınlaşdırdıqda yaranır. İkinci qayda maqniti konturdan uzaqlaşdırdıqda burada da yaranacaq. Yenə burada şəklini çəkirəm. Bu konturdur. Bu da maqnitdir. Deməli, bura S, bura N. Bunu buradan indi uzaqlaşdırırıq. Bu zaman da induksiya cəryanı yaranacaq bu konturda. Uzaqlaşdıranda maqnit seli azaldığına görə burada cəryan əvvəlki istiqamətdə yenə bu formada olacaq. Çünki biz S tərəfini uzaqlaşdırırıq. Burada saat əqrəba bu formada olacaq yenə. İnduksiya cəryan istiqaməti. Maqniti konturuna uzaqlaşdırdıqda. Və ya burada belə bir şey var. Maqniti sabit saxlayıb konturu maqnitə yaxınlaşdırmaq da olar. Və ya burada da yenə həmçinin maqniti sabit saxlayıb, fərqi yoxdur hansı qütb olur olsun. Yəni maqniti sabit saxlayıb V00 konturu buradan uzaqlaşdırsaq da induksiya cəryanı yaranacaq. Nə zaman bir də üçüncü qayda var. Həm maqnit və ya kontur hər ikisi qarşı-qarşıya hərəkət edərsə və ya əks istiqamətdə hərəkət edərsə. Maqnit və kontur eyni istiqamətdə və ya əksinə
hərəkət edərsə. Bu halda da induksiya cərəyanı yaranacaq və bu halların da şəklini mütləq sizə çəkib göstərmək istəyirəm. Baxın, burada konturdur, burada da maqnitdir. Hər ikisi qarşı-qarşıya gəlir. Özdə belə olan təqdirdə daha çox induksiya cərəyanı yaranır. Onu deyim sizə. Daha çox yaranır. Və yaxud da bunlar əks istiqamətdə konturla maqnit əks istiqamətdə hərəkət etdikdə. Belə olanda da induksiya cərəyanı daha çox yaranmış olur. Bax, hansı halda yaranmaz? Onu yazaq. Yazıram ki, burada kontur və maqnit eyni istiqamətdə eyni sürətlə hərəkət edərsə, onda induksiya hadisəsi baş verməz və induksiya cərəyanı da yaranmaz. Çünki belə olan təqdirdə maqnit seli dəyişmir axı. Baxın, burada maqniti qeyd edək. Deyək ki, V sürəti ilə sağa doğru gedir. Konturda V sürəti ilə sağa doğru gedirsə, bu halda induksiya cərəyanı sıfır olar. Yəni yaranmayacaq. İndi maqnit selinin dəyişməsindən danışaq sizə. Maqnit selinin dəyişməsi. Maqnit selinin dəyişməsi delta fi ilə işarə eləsək, delta fi bərabər olacaq fi 2 çıxılsın fi 1. Bu da hansı hallarda ola bilər? Ya B dəyişəndə olar. Yəni yazıram delta B S kosinus alfa. Ya sahə dəyişəndə ola bilər. Delta fi bərabər B delta S kosinus alfa. Ya da ki bucaq dəyişə bilər. Bs kosinus alfa 2 çıxılsın kosinus alfa 1. Bu hallarda da induksiya cərəyanı yaranacaq. Yəni, bir də delta T var. Delta T də T2 çıxılsın T1'dir. Onda belə bir kəmiyyətimiz var bizim. Delta fi bölünsün. Delta T deyə bir kəmiyyətimiz var. Buna deyirik biz maqnit selinin dəyişmə sürəti. Maqnit selinin dəyişmə sürəti. Bu bildiyiniz sürət deyil. Sadəcə bu kəmiyyətin adını belə deyirlər. Maqnit selinin dəyişmə sürəti və bunun vahidi də var. Maqnit selinin dəyişmə sürətinin vahidi delta fi böl delta t'nin vahidi olacaq Weber bölünsün saniyə. İndi elektromaqnit induksiya qanunu var. O qanunu mən sizə deməliyəm. Elektromaqnit induksiya qanunu nədir? Buradan yazıram. Elektromaqnit induksiya qanunu. Dedik ki, konturdan maqnit seli dəyişən zaman, konturda keçən maqnit seli dəyişən zaman konturda induksiya cərəyanı yaranırdı. İnduksiya cərəyanı yaranırsa, burada mütləq elektrik hərəkət qüvvəsi yaranmalıdır. Həmin o elektrik hərəkət qüvvəsi nədən asılı olduğunu göstərən düstura və ya qaydaya elektromaqnit induksiya qanunu deyirlər. Elektromaqnit induksiya qanununa görə konturda yaranan induksiya EHG-si epsiloni maqnit selinin dəyişmə sürəti ilə düz asılıdır. Yəni epsiloni bərabər mənfi delta fi bölünsün delta t. Bax, bu oldu elektromaqnit induksiya qanunu. Mənfi işarəsi işarənin əks olduğunu göstərir. Lens qaydasına görədir. Delta
Fi böl delta t'dən bunun qrafiki keçəcək ikinci, dördüncü rübdən qabağındakı mənfiyə görə. Ha, modulundan nə tər asılıdır? Modulundan isə düz asılıdır. Burada vahid yaza bilərik. Volt bərabərdir. Weber bölünsün saniyə. Buradan Weber bərabər olacaq. Volt vurulsun saniyə. Bu bir sarğısı olan dolaq üçün. Yəni bir dolaq üçündür. Bu belədir. En sarğısı olan üçün en sarğısı olan dolaq üçün en sarğısı olan kontur üçün yazsaq daha yaxşı olar. Onda epsiloni bərabər olacaq. Mənfi n vurulsun. Delta fi bölünsün. Delta t. Mən sizə əvvəlki dərsdə demişəm ki, nəyi t-yə bölmək varsa, orada törəmə alırıq. Yəni biz fi'dən törəmə alsaq, zamana görə törəməsi bizə elektrik hərəkət qüvvəsini verəcək. Bu mütləqdir. Gəlin törəmə alaq. Məsəl üçün, nümunə göstərək. Mütləq şəkildə nümunə göstərək. Nümunədə deyilir ki, deyək ki, fi bu qanundan dəyişir. Fi bərabər 6 çıxılsın 3D qanundan dəyişir. Bizə deyir ki, EHG-ni tap və qrafikini çək. Yazırıq ki, həlli. Yazıram, epsilon i bərabərdir. Mənfi fi'nin törəməsi. Mənfi 6 çıxılsın 3D'nin törəməsi. Törəməni sizə demişəm. 6-nın törəməsi 0 eləyər. Mənfi 3D'nin törəməsi də müsbət 3. Mənfi 3D'nin törəməsi də 3 eləyər. Qabaqdakı da mənfi mənfiyə dəyər olacaq 3. Yadınızda saxlayın. 3D'nin törəməsi 3'dür. 5D'nin törəməsi 5'dir. Və s. İndi bunun qrafikini çəkmək istəyirsə 3 necə ədəddir? 3 sabit ədəddir. Ona görə də bunun qrafiki 3'dən sabit olacaq. Bax, belə olacaq. Belə. İndi burada induksiya cəryanının düsturunu yaza bilərik biz. İnduksiya cəryanının düsturu. İnduksiya cəryanı. İnduksiya cəryanının düsturu belədir şagirdlər. Epsilon i bərabərdir. Daha doğrusu i bərabərdir. Epsilon i bölünsün r. Epsilonun bu düsturunu gətirib yerinə yazırıq. Onda düsturumuz belə bir hal alır. Epsilon i bərabərdir. 1 bölünsün r'i çıxardıram. Vurulsun delta fi bölünsün delta t. Gördüyünüz kimi cəryan şiddəti maqnit selinin dəyişmə sürəti ilə düz asılıdır. İnduksiya cəryanının qiyməti maqnit selinin dəyişmə sürəti ilə dəyişmə sürətinin modulu ilə düz asılıdır. Yəni bunun qrafiki olacaq koordinat başlanğıcından keçən düz xətt. Həm induksiya cəryanı, həm də induksiya EHG-si düz mütənasibdir. Deməli, burada biz R burada konturun müqavimətidir. Konturun müqaviməti. Konturun müqaviməti nətər ki biz demişdik RL böl S-dən asılıdır. Kontur müqaviməti fi'dən, maqnit selinin dəyişmə sürətindən, sonra cəryan şiddətindən falan aslı deyil. Konturun müqaviməti bildiyimiz ρL böl S-dən asılıdır. İndi bu induksiya cəryanında induksiyalanmış yükdən danışacağım. Yəni konturdan keçən yükün miqdarı deyək ona. Konturdan keçən yükün miqdarı.
Konturdan keçən yükün miqdarı delta Q bərabərdir. Düsturu bilirsiniz ki, epsilon i vurulsun delta t'dir. Yəni buradan yazaq ki, Q bərabər IT'dir də. İndi epsilon i'nin bu düsturunu yazırıq. Olacaq 1 bölür delta phi bölünsün delta t. Bu i'nin yerinə yazdım bunu. Vurulsun delta t. Delta t'lər gedir buradan, x'lar gedir. Gözəl bir düstur alınır. Alacağıq. Delta phi modulda bölünsün r. İndi bunu qıraqdan yazaq, qəşəng yazaq. Beləliklə induksiyalanmış yükün düsturu belə olacaq. Delta Q bərabərdir. Delta phi bölünmüş r. Bax bu şəkildə. Buradan vahid çevrilməsi yaza bilərik. Vahid çevrilməsi yazarıq ki, klon bərabərdir. Weber bölünsün 10. Yəni buradan ala bilərik ki, Weber bərabərdir. Klon vurulsun 10. Belə. Digər tərəfdən biz bilirik ki, induksiyalanmış yük, ümumiyyətlə yükün düsturu, belə bir düsturu da var. Q bərabərdir NY. Bu iki düsturu bərabərləşdirsək, nə alarıq? Alarıq ki, delta N Y bərabərdir. Delta phi bölünsün R. Və mən buradan delta phi'ni tapsam, delta phi bərabər olacaq R, Y elementar yük vur delta N. Ren, F bərabər, phi bərabər Ren. Fren, yadda saxlaya bilərsiniz. Bax, fren. Fren tormuz deməkdir türkçə. Bax, belə. Ya da fənər yadda saxlaya bilərsiniz. Fənər deyə yadda saxlaya bilərsiniz. Bu düsturu da bir dənə səliqəli şəkildə yazım. Delta phi bərabərdir. R kontrol müqaməti, Y elementar yük, N isə burada saydır. Elektronların sayı. Beləliklə elektromaqnit induksiya hadisəsini də sizə keçdim. Evdə inşallah test toplusundan birinci və ikinci başlığı yazarsınız.